Bu devlet bu nedir? DTSE Reabilitasiya Mərkəzi. Aydın məsələdə bu elə olmalıdır ki, əllərin reabilitasiya mərkəzi olmalıdır. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi. Deməli, görək nə məlumatdır bu? Bu məlumat çatdırım mən sizə. Deməli, Dövlət Əllərin Reabilitasiya Mərkəzi deyək qısaca. Deməli, müayinə haqqında çağırışlara psixiatr Doktor Günel Soylu haqqında. Soylu görə kimdir Günel? Psixiatr Günel Soylu eyni zamanda Məşdağadakı 1 nömrəli ruhi xəstəxanada çalışır. Əskərlik ilə bağlı çağırışçıların qollarında kəsik olduğu halda, psixoloji durumu pis vəziyyətdə olduğu halda məcburi psixi vəziyyətdə xəstəxana şəraitində olmalıdır. Məcburi bu halda da ruhi xəstəxanaya göndərir, orada çalışdığına görə oradakı əlaqələrindən istifadə edərək hamısını sağlam diaqnozu qoydurur və hərbi xidmətə yararlı hesab etdirir. Eyni vaxtda da Müdafiə Nazirliyində ümumilikdə 3 dövlət qurumunda çalışır. Bu kimdir? Bu kimdir? 3 dövlət qurumunda çalışan Günel Soylu. Sistemə baxın, siz necə baxıb görsəniz ki, bu adam dəhşətli dərəcədə qudurub. Hal-hazırda çalışdığı qurumlar 3 dövlət qurumunda çalışır bu Günel Soylu. Xəstəxanalar haqqında özünün qeyd etdiyi sübutlar, deməli, bu kimdir bu Günel Soylu? Bu Günel Soylu bu adamdır, bu belə göstərir də burada olmaz. Günel Soylu bu adamdır. Nə tərdə döşüyüb yazı platformasına yaxşı klient tutmaq üçün. Budur da yəqin ki, budur Günel Soylu. Günel Soylu hara bağlıdır, kimə bağlıdır? Düzdür, mən belə bir vacib vaxtı mən buna baş qoşdumsa, bunun axırı heç də yaxşı olmayacaq. Deməli, mənim məqsədim orada xəstə uşaqların hərbi xidmətə göndərilməyinin qarşısını almaqdır. Heç bir halda psixiatr xanımla şəxsi qərəzliyim yoxdur. Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirinin yoldaşı, demək yoldaşı, 3 dənə yoldaşı var, yəqin ki, ruhankizidir. Cadugarlarla əlaqəlidir. Bunu unutma. Kəmaləddinin evindən edilən oğurluq, cərrahi əməliyyat olub, ağır xəstə idi. Bunu qısa olaraq bilirəm və ətraflı məlumat göndərəcəyəm sizə. Kəmaləddin Heydərov onun yoldaşına, onun yoldaşına arxalanıb, Qəbələdə kimlər imkanlı biznesmenləri, həkimləri qətlə yetiribdir. Hamısını deyəcəyəm, bir müddət, yaxın günlərdə deyir, hamısını deyəcəm. Onu da qeyd edim ki, 2023-cü ildə psixiatr Günel Soylu ağır psixoloji xəstəliyə, görün nə deyir? Deməli, bu qadın var ha, 3 dənə devlət qurumunda işləyən, deməli, psixoloq deyilən bu qancıq, psixoloji xəstəyə işgəncə verib, təsir göstərib işgəncə verib, psixiatriya xəstəxanasında saatlarla bunun işgəncəsi davam edib, həmin otaqda kameralar da var idi, sadəcə kameralardan görüntülər sinilibdi, həmin tarixdə həkimlə bağlı şikayətlər olunubdu, lakin şikayətlərə baxılmayıb, daha da əl üstə tutulubdu. Həmin tarixdə internetdə xəbər saytları paylaşılsa da silinibdi ya da bloklanıbdı.
Deməli, budur bax, həmən tarixdə, əzizəm, həmən tarixdə yayılan məlumatlara baxın. İndi TikTokda göstərim gözü. Ağır psixoloji problemi olan Günel Soylu ağır psixoloji problemi olan xəstə necə işləyə bilər? Günel Soylu tərəfindən psixoloji təsir göstərilib, otaqda kameralar var, kameralar. Görün, medyaya da yayılıb. Yəni bu, mən indi dediyim xəbərlər rəsmi saytlara da yayılıbdır. Sadəcə onu bilin ki, zərrə qədər məlumatımda yanlışlıq ola bilməz. Məni maraqlandıran Əlilərin Reabilitasiya Mərkəzindəki fəaliyyətidir. Pensiyaları kəsib xəstələrə yararlı yazıb müharibə başlayır deyə əskərliyə göndərir. Görün necə insandır ki, birbaşa internet xəbər səhifələrinə belə təzyiq göstərib, kənardan müdaxilə etdirib, barəsində bir necə məlumat yayılsa da silinib, bloklanıb. Digər xəstəliklər də onurğa, yastı ayaqlılıq, beldə qrija olanları da dərəcəsini endirib, xəstəliyi yüngülləşdirib, yararlı kimi göndəribdir hərbi xidmətə. Boy. Neyse, bu mənim qarmağıma ilişdi. Burada çox şeylər var. Sahil Babayevdən 51 olmağı, vay. Burada rəsmi xəbərlər də atıblar. Bu qədər mənim vaxtım yoxdur, bunları çatdıram. Günel Soylu, boy da, yəni mən burada nə deyim sizə, deyələmə, bu Günel Soylu birbaşa mıtığını Kemaləddinlə Sahil Babayevə yalatdırandır. Yəni, bunun hamısı ondan yayılan sosial şəbəkələrdə, rəsmi xəbərlərdə yayılan məlumatlardır. Baxırsınız mı? Gör, neçə vərək məlumatlardır. Hələ bunu demirəm, bax, saytları demirəm, bax, göstərəcəm indi sizə. Ana, baxın. Hürriyyətə baxın, hürriyyətə. Ağır psixoloji problem, bax, hamısı Soyludan gedir, ha, söhbət. Bax, yəqin ki, bununla lazım qurumlar məşğul olacaq, bax. Elə göstərəm ki, lazımı qurumlar məşğul olsun. Və deyələn vətənlərim, boy. Nələr. Ala, baxın, dostlar, baxın. Sadəcə elə skrin elib göstərirəm ki, sadəcə biləsiz bu Günel Soylu kimdir? Bu dişi qancıq kimdir? Dişi qancıq. Boy. Gör nələr var, nələr. Hələ qoy bu tərəfə keçək, bax, buraları da belə göstərdir. Sahil Babayevdən əlaqələri. Bu hamısı rəsmi saytlar yazır, tədbir görən yoxdur. Çünki bu Günel Soylu mamışını Kemaləddin Heydərova və Sahil Babayevə yalatdıran qancıq olubdur. Bu mənim qarmağıma keçdisə, bunun haqqında mənə məlumat verin. Qabil bundan danışdısa, bu nədir o? Bunu həkimi vurub öldürəcəklər. Mən sizə dedim, ha. Çox oğlanları bədbəxt edib, xəstə ola göndəribdir cəbhəyə. Bunu o oğlanların, birisi də Qabili dəlicəsinə sevənlər var, bunu vurub öldürəcəklər. Əlbəttə ki, mən də istəmirəm ölməsini. Cəmaat sadəcə hər kəs etdiyi əməllərə görə cavab verməlidir. Nə qədər material var, mən bunun hamısını verəmərəm, mənim vaxtım da yoxdur. Elə bir-iki dənəsiniz. Bu hamısı saytlarda yazılıb. Mən sayt məlumatını xoşlamıram efirə vermək. Çünki mən yeni məlumatlar vermək istəyirəm efirə. Deməli, burada qısaca da bundan danışım. Mən belə sıxıldım. Söhbət burada psixiatr Günel Soyludan gedir. Tam oxuyun. Adı da qeyd olunur. Mən bunu oxumağa vaxtım mı var mən? Mən nazirlə boyda məşğul olmuram. Konkret mənə öldürdüyü, diriltdiyi adam verin, konkret də Qabil danışsın, öldürsünlər, onu qutarsın canımız ondan. Bu bir ananın şikayətidir. Tarix 23, 11, 21, 16, 05, 25 xəstələrə işgəncə verir. Qadına bax, xəstələri paçasının arasına alır. Hələ oğlanları, əskəri yaşa, paçasının arasına alır, ay başa ola, cəmaatı basıb döyür. Buna bax, gör nələr yazılıb.
Özü də Qabil bəy bildiyim qədərlə lezbiyandır, qadınla cinsi əlaqəyə girir. Deməli, mən yalan demərəm, ay kişi, mən elə belə oldu eləmə, bax, qadınla cinsi əlaqəyə girir, bax, lezbiyandır, yekə hərflərlə. Bax, burada tərsinə çıxır. Xəstələrə işgəncə verir, hani bu, hara getdi? Bir dəqiqə bu təzdən göstərəcəm, səbir edin. Hara getdi bu? Buradadır. Bu qədər məlumatı nətər atırsınız mənə, vaxtımı alırsınız, mənasız xəbərlər, saytlara çıxar xəbərlər, yazırsınız. Bunu elə məlumat verin, bunu dombatıma qoyun da. Ağır psixoloji xəstə, nə qədər xəbərlərdir. Azaldım. Bu nə xəbərdir? Mən bilirəm ki, bu içərdən verilən məlumatdır. Düzəmənli xəbər verir, bunun anasına qaldım da, nə götünü qaşıyırsan sən bunu? Bu məlumatı verənə deyirəm, götünü qaşımaqdan məşğulsan, elə məlumat verir, onun başı ilan başı kiməzində. Bu nə yazdır bu, görək? Deməli, xəstələrə işgəncə verir, öncə bildirdiyim kimi, bildiyiniz lezbiyandır, qadınla cinsi əlaqəyə girir, qeyri-etik formada tək qadın xəstələrə deyil, eləcə də onun diqqətini cəlb edən kişilərə bir neçə evi var, ora aparır kişiləri, bir nömrəli psixiatriya xəstəxanasında gecə vaxtı çıxarır, bir neçə saatlıq bunu özünün psixoloji narahatçılığı var, bu qadın dəli deməli başdır, dərhal çıxarılmalıdır, deməli, Əlilərin Reabilitasiya Mərkəzindən desenfedən, deməli, fikirləşin, prokurorluq toxuna bilmir bu adama, Qabildən başqa heç kim dab gələ bilməzər, bunun arxasındakı adam sən bilmirsən kimdir? Belə məlumat ötürəndə dəli oluram da, mırtdiya danışıram da bunu. Hansı, demək, küçükdən oynamaq lazımdır, küçüğün yiyəsindən danışmaq lazım, yiyəsin başını tapdalamaq lazım. Hansı psixiatr 2 saat xəstə ilə müayinə aparır, o otağı bağlayıb dalda xəstə ilə qayrışır, xoşu gələn xəstələrlə. Qabil bəy harada görünüb psixiatr xəstənin şeyini əlləsin, bu beyninlə oynamalıdır. Nədir soylu, nədir o soy? Dalba yox qızı, dalba yox. Cəmaatın bu başına məşğul olması, aşağıda şeyinin başına oynamamalısan. Qabil bəy, bu nədə? Skolyoz olan çağırışçılar 2-ci dərəcəli 11 Oradus olduğuna halda hərbi xidmətə yararsız hesab edilməlidir. Xəstələr cədvəlində belə qeyd olunub. Deməli, rentgenoloji, yəni rentgenlə müayinə və ayaq üstə deyil, uzanıqlı vəziyyətdə yoxlama aparırlar. Onda da skolyozun, onurğa əyriliyi, yəni onurğa əyriliyi dərəcəsi aşağı qeyd olunur və qəsdən ayağı usta şeyləmirlər, uzadıb çəkirlər, Skolyoz bilirsə də bel əyrisi. Bel əyrisi düşməsin deyə ayaq usta şəklini çəkmirlər, yerə uzadıb çəkirlər ki, o dərəcəsi azalsın. Ay səni, bu qız kimdir, bu qız kimdir, bunun nə çaldırmaq olar, o görəm, bu hamısı buymuş, bunu eləyən bu da Günel Soylu. O, 3 nazirlikdə işləyən Günel Soylu. Nədə bomba şeydə. Bunun üzrə baxanda mən bilirəm, bu dəlidir. Buna. Mən bunun böyüyün, bu kimdir, bu? Kimə yalatdırır hansı nazirə? O lazımdır, bu kimdir, mən bundan oynayım? İlin günün bu vaxtı. Vaxtımı, qızıldan qiymətli vaxtımı sərf edeyim mən buna. Bu axırına çatdım ki, az qat, darıxmayın. Mən də sıxıldım ki, bunu oxumaqdan. İndi Qabil bəy bunu da çatdırın, psixiatriya diaqnozları olan xəstələri yararlı çıxardıb əskər aparıblar. Bu xəstəsiniz gəlin basın altınıza salın, qaydında bu soylunu. Sizə nə qarayacaqlar, deməli, yararlı çıxarıb, qamçılıyından bunu. Aparırlar bu xəstələr orada, hər hansısa bir əskərə zərər vurarsa,
kim məsuliyyətə cəlb olunacaq, nə tərdə yazırıq, kirili qarışdırıb böyük hərfi qarışdırıb balaca hərfə. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, görürsünüz də nə ilə uğraşırıq biz. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agenində işləyən bu qancıq dərhal vəzifəsini azad edilməlidir. Neyse, bu dəfə bir təhər höy sələmə bastı. Ay, dinən daha kül başına məlumat atan. Bu əvvəl birinci deyəcəyin sözü niyə axırda deyirsən ki? Ayten xanı, Qabil bəy, sizin yoldaşınız Ayten xanımın pensiyasında kəsəndə bilmirdi ki, Qabilin ahı tutacaq bunu. Bunun haqqında mənə elə məlumat verin ki, mən o məlumat verəndə gecə qara maskalılar düşsün dalıncaq. Yaxşı mı? Yaxşı mı? Mən sözümü dedim. Bununla məşğul olmaq istəyirəm o şey. Baxıram, ciddi məsələdir. Hələ qabaqdan savaş gəlirsə balalarımıza aparıb qırdıracaq bu, xəstə balalarımıza. Yəni, bundan yaxşı məlumat verin mənə. Burada məlumatda mən şəxsi prinsiplərdə görə bilərəm. Yox, adam cinayətkar da heç, sosial şəbəkələr danışıb. Amma bu adamın cinayətlərindən, bu adamın problemlərindən istifadə eləyərək bunun yerinə keçmək, bunu rədd edib yerinə başqa adam belə şeylər də olur, amma adam bu qadına aid deyil. Bu sözü umumən deyirəm. İndi bu qadın barədə mənə elə məlumatlar verin ki, bunun böyüyün adını çəkin, böyüyünü hədəf alan bu adamı ortaya qoysunlar, sahib çıxmasınlar. Bu adamın böyüyün adını çəkməsən buna sahib çıxmağa davam eləyəcək. Bu adamın deyirəm, dalında duran kimdir? İndi mən bildim Kemaləddindir, Sahil Babayevdir, bununla yaxınlığı olubdur. Amma konkret deyəmədim. Amma sən bilirəm orada işləyirsən. Konkret deyə bilərsən bu adamın arxasında duran kimdir və mən o adamı çəkirəm, o adamın da 2 dənə xoş söz deyərəm, bunu qoyarlar ortalıqda. Amma sən etmədin. Bilirəm, ay qadan alim, bilirəm, başına dönümsən, ay Məhəmməd, gözəl insan, gözəl, arada bir vaxtım olan defirimizə çıx. Gözəl insan, bilirəm, eləməyə bir gündə 50 dənə may götürürlər. Açmıram sadəcə, bilirəm ki, ələ keçirmək istəyirlər, başa düşdüm. Bunu Günel, nədir Günel? Günel deyilən bu yaramazı, bu Günel soyludur, soysuzdur, nə zibildir. Bunu tam məhv eləmək üçün tam dəqiq məlumat göndərin və burada mən hiss elədim ki, bu söhbəti göndərən bir çayxana söhbət edir. Biz, yəni, böyük məsələlər dura-dura kiçik məsələlərdən yapışıqdır. Mənə lazım olan məsələlər qalıb qıraqda, bilirəm, o da bilir. Sadəcə mənə daha dəhşətli məlumat göndərmək lazım. Bu nədir? Sən istəsən bu məlumatı mənə göndərən istəsə, otağın deşiyindən nə bilin ya qapını aralayıb, o xəstələrlə sevişdiyini də çəkib mənə ata bilər o soylunun, soysuzun, Günelin. Sadəcə özünüz əziyyət vermirsiniz, elə qıraqdan durursunuz, nə yuğurum, nə yapım, hazırca kökə tapım. Çönlü balıq istəyən ayağının dalını orasını burası suya soxmalıdır da, neyse, yani bəyənin paylaşın görürəm, bu biraz motivasiyamızı şeylədi, qoy bir, heç olsa bir mahnıdan zaddan qoyum həvəslənək. Bir yaxşı mahnıdan zaddan qoyaq bir həvəslənək, tez. Deyilən vətənlərim.